Salam əziz şagirdlər, bugün sizlərlə iki maraqlı məsələyə baxacaq. Gəlin zaman itirmədən məsələnin şərtini oxuyaq. Sürətlərinin modulları şəkillər kimi verilən avtomobillərin arasındakı məsafə 1200 metr olduqdan neçə saniyə sonra onların qarşı tərəfləri eyni koordinatda olacaq. Yəni ilk öncə verilənləri yazalım. Delta S bərabərdir 1200 metr. Nisbi sürət Biz bilməliyik ki, nisbi sürət tapanda sürətlər qarşı-qarşıya və yaxud da əks istiqamətdə gedirlərsə, nisbi sürət cəmlənəcək. Yəni 20 ilə 10-un cəmi 30 metr/saniyə etmiş olacaq. Bizdə nəyə soruşur? Neçə saniyə sonra? Deməli, T görüşü soruşur. T görüş bərabərdir sual. V nisbi sürət bərabərdir delta S bölək T görüş. Verilən dəyərləri gəlin yerinə yazalım. 30 bərabərdir 1200 bölək T görüş. 30 ilə 1200 ixtisar gedəndə T görüş nə etmiş olur? 40 saniyə. Yəni cavabımız B variantı etmiş olacaq. Gəlin, asqan silib, növbəti məsələyə keçək. İkinci məsələnin şərti oxuyalım. Düz xəttli yolda hərəkət edən bir cismin koordinat zaman qrafiki verilmiş. 0-20 saniyə zaman aralığında cismin yerləşməyə görə orta sürətli modulunun neçə metr/saniyə olmasını bizlərə soruşur. Yenə də burada orta sürətin üstünü yazırıq və orta bərabərdir S yerləşmə bölək T. Yerləşməni biz tapalım, görək nə edəcək. Özü bizə deyir ki, 0-20 saniyə arasında. Yerləşmə tərifi necədir? Yerləşmə tərifi biz bilirdik ki, başlanğıc və son koordinatı birləşdirən istiqamətlərin düz xətt arasıdır. Harada başlayıb, baxırıq ki, -20-də başlayıb, baxırıq ki, 0-20 saniyə arasında zaman oxunda 20 saniyədə biz görürük ki, son koordinat nə olur? 20. -20 ilə 20-nin arasında etmiş olacaq 40 metr. Zaman nədir? 0-20 saniyə arası edir 20. Verilən dəyərləri gəlin yerinə yazalım. 40 bölək 20 cavab 2 metr/saniyə etmiş olur. O da B variantıdır. Növbəti videolarda görüşənədək sağ olun.